Salam, hər vaxtınız xeyir olsun. Bugün söz verdiyim kimi sertifikasiya imtahanında 19 iyunda coğrafiya müəllimlərinə düşmüş digər suallardan da bir qismini paylaşıram. Onu qeyd edim ki, dediyim kimi əvvəlki videoda qeyd etmişdim. Sualları tamamilə yadda saxlamaq bir qədər çətindir. Sadəcə olaraq variantlarda cüzi dəyişikliklər ola bilər. Sualların mahiyyəti sadəcə eynidir. Yəni sualların özünü düzgün formada yadda saxlamağa çalışmışam. Çünki özünüz də yaxşı bilirsiniz, imtahanda iştirak edənlər bilir ki, 2 saat müddətində sualları yazmaq sadəcə kifayət qədər böyük bir vaxt deyil. Nəinki onları oxuyub əzbərləmək və ya yadda saxlamaq. Ona görə də ümid edirəm ki, hər biriniz məni anlayışla qarşılayarsınız. Həmçinin də kiminsə yadında qalarsa suallardan hər hansısa bir qismi və s. rəylərdə qeyd edə bilərsiniz. Buna görə də öncədən təşəkkürümü bildirirəm hər birinizə. İndi isə əziz həmkarlar, keçək suallara. Məsələn, 13-cü sualda yanlış fikri müəyyənləşdirməyimizi istəyir. A bəndində deyir, Qazaxıstan çayları daxili axarsız və şimal buzlu okean hövzəsinə aiddir. Bu doğru fikirdir. Çünki burada Ob çayı və onun qolu Ürteş var. Ob çayına tökülən Qazaxıstandan, bu da şimal buzlu okeanına axır. B bəndində Saxa-Yakutiya Respublikası ərazisində almaz, qızıl və daş kömürü ehtiyatları mövcuddur. Bu doğru fikirdir. C bəndində Mərkəzi Asiyada bütün müstəqil türk dövlətləri türk dil qrupunun Oğuz qoluna aiddir. Bu yanlış fikirdir. C bəndidir burada doğru cavabımız. Nəyə görə yanlışdır? Çünki burada Türkmənistan türk dil qrupuna aid olsa da Qazaxıstan Qıpçaq dil qrupuna, Özbəkistan Uyğur dil qrupuna aiddir. Ona görə də 13-cü sualımız yanlışdır. Amudəryanın Pamir dağlarından başlanması doğrudur. Başqırtıstan və Çuvaşistan Respublikası isə həmsərhəd deyil. Bu da doğru fikirdir. Çünki hər iki dövlət qurumu Ural-Volqaboy regionunda yerləşsə də, onların arasında Tataristan Respublikası yerləşir. Ona görə də Başqırtıstanla Çuvaşistan həmsərhəd ola bilməz. Bu da doğru fikir oldu. 14-cü sualda hansı məntəqə Cənub və Şərq yarımkürəsində yerləşir? Bu Avstraliya materikidir. 5-ci bənd. C bəndi ilə işarələnib 5-ci rəqəm. Doğru cavabımız C bəndidir 14-də. Növbəti sualda düzgün fikirlər seçməyimizi istəyir. Piriney yarımadasının şimalı qədim qırışıqlıq mərhələsində yaranmışdır. Bu doğru fikirdir. Doğrunun altında doğru verdiyinə görə, yəni doğruda işarələdiyi üçün bizim üçün də doğru fikirdir. Biri götürürük düzgün cavab kimi. İkincidə labirint yüksəkliyində buzlaq relyef formaları geniş yayılmışdır. Bu da doğru fikirdir və doğrunun altına plus qoyduğu üçün biz də bunu doğru fikir hesab edirik. Üçüncü bənddə deyir, subantarktik iqlim qurşağında tundra və meşə tundra təbii zonası geniş yayılıb. Subarktik desəydi doğru cavab kimi götürə bilərdik, amma subantarktikdə tundra, meşə tundra yanlış fikirdir. Sadəcə doğrunun altına plus qoyduğuna görə biz bunu doğru hesab edə bilmərik. Yəni yanlış da olsaydı düzgün cavab kimi qeyd etmək olardı. 4-cü bənddə Kalimantan adası tamamilə ovalıqlardan ibarətdir. Ada okeanın ortasındadır və tamamilə ovalıqdan ibarət olsa, məntiqi cəhətdən də düzgün gəlmir, bilirsiniz. Çünki hər hansısa bir güclü dalğa, külək, tsunami zamanı bu dalğanın xeyli hissəsi okean suyu altında qala bilər. Ona görə də 4 yanlışdır. Doğru sırada verdiyi üçün biz bunu yanlış hesab edirik. Yeni Zelandiya adaları 2 iqlim qurşağında yerləşir. Bu doğru fikirdir. Amma yanlışın altında verdiyi üçün bizim üçün yanlışdır. 6-da Qaqaziya Muxtar Respublikası Rusiyanın Avropa hissəsində yerləşir. Bu yanlış fikirdir və yanlışın altında işarələyib ki, bəli, bizim üçün də bu yanlışdır. Doğru cavabımız 1, 2, 6. Qaqaziya Moldova ərazisində yerləşən Muxtar Respublikadır. Doğru cavabımız oldu A bəndi. 16-cı sualda 22 iyunda gündüzün uzunluğunun 12 saatdan çox olduğu məntəqələri seçin. Bilirsiniz ki, 22 iyunda Günəş 23,5 dərəcə şimal tropikində olur. Bu zaman şimal qütbündə qütb gündüzləri müşahidə olunur və qütb dairəsindən etibarən, yəni qütb dairəsində bir gün qütb gündüzü olur. Şimal qütbünün özündə isə bilirsiniz ki, 21 martdan 23 sentyabra qədər 6 ay qütb gündüzləri müşahidə olunur və əgər 22 iyunda Günəş şimal tropikindədirsə, şimal qütbündə qütb gündüzləridirsə, demək ki, qütbə yaxın olan ərazilərdə də gündüzün uzunluğu daha çox olmalıdır. Burada doğru cavabımız M və N məntəqələridir, Y bəndidir. 17-ci sualda Böyük Qafqazda yerləşən zirvələri seçin deyir. Burada Bazaryurt Böyük Qafqazdadır, doğrudur. Hinaldağ Kiçik Qafqazdadır, yanlışdır. Böyük Kirs
Kiçik Qafqazdadır, yanlışdır. Düprar Böyük Qafqazda, doğrudur. Qazan Göldağ Zəngəzurdadır, yanlışdır. Yarıdağ isə Böyük Qafqazdadır, doğru fikirdir. 1, 4, 6 C bəndi doğru cavabımız. 18-ci kifayət qədər sadə bir sualdır. Azərbaycan şimaldan hansı ölkə ilə həmsərhəddir? Rusiyadır. B bəndi idi doğru cavab. 19-cu sualda verilmiş fikirlər hansı ölkəyə aiddir deyir. G20-yə daxildir, ərazisini cənub tropik xətti kəsir, bütövlükdə cənub yarımkürəsində yerləşir. Burada həm G20-yə daxil olub, həm cənub tropiki kəsən, həm də bütövlükdə cənub yarımkürəsində yerləşən yeganə ölkə Cənub Afrika Respublikasıdır. Y bəndi. Bəzən Braziliya düşünə bilərsiniz. Düzdür, düşünmürəm ki, Braziliya düşünəsiniz, amma Braziliyanı bəzən imtahanda tələsib səhv edənlər olmuşdu. Ekvator xətti də kəsir Braziliyanı və təsadüfən də A bəndində veriblər. Dərhal adam baxan kimi götürmək istəyir sanki. Amma doğru cavabımız Y bəndi idi, car. Bir qədər diqqətli olmaq da xeyrimizədir hər zaman. 20-də verilənlərdən hansı fiziki coğrafiyanın sahəsidir? Bu torpaq coğrafiyasıdır. A bəndi doğru cavab idi. 21-də uyğunluğu müəyyəndir. Megalopolislərlə bağlıdır. Tipi isə aiddir. Burada Yokohama Tokaidoya aiddir. 1-i yazdıq 2-yə. Chicago Tipi isə aiddir. 1-ə getdi bu. Los Angeles Sansana aiddir. San Francisco da Sansana aiddir. Kawasaki Tokaidoya aiddir. Detroit isə Tipi isə aiddir. Doğru cavabımız oldu 1-ə 2, 6, 2-yə 1, 5, 3-ə isə 3, 4. A bəndi. 22-də Alp qırışıqlığı mərhələsində yaranan dağları seçməyimizi istəyir. Bu cavan dağları istəyir bizdən. A bəndində Ural bilirsiniz qədimdir, Appalaç qədimdir. B bəndində Kap dağları qədimdir, Atlas və Antcavan dağı olsa da. D bəndində Əjdaha dağları qədim dağlardır. D bəndində Krım, Karpat, Pamir bu doğru cavabdır. Hər üçü cavan dağdır. Y bəndində isə Kordilyer Qafqaz cavan olsa da Altay qədimdir. Ümumiyyətlə Tian-Şan, Altay sayan dağları Paleozoyda yaranıb. Kaleozoyda isə Kaynozoyda qalxmaya məruz qalıb. Ona görə də bunlar yenidən cavanlaşan dağ hesab edilir. Kaynozoyda qalxmaya məruz qaldıqları üçün. Amma yaranması qədimdir, qədim dağdır. 23-də uyğunluğu müəyyən etməyimiz istəyir. Ovalıqlar. Burada ovalıqlar Orinokodur. Amazondur, bir də Padan. 1-ə 3, 4, 5 B bəndində. 2-yə isə 1, 2, 6. Yaylalar Dekandır, Qıfiyanadır və İrandır. 24-cü sualda iki məntəqə arasında xəritədəki məsafə 5 cm-dir. Xəritənin miqyası 1/600 min olarsa, bu məntəqələr arasındakı həqiqi məsafə nə qədər olar? Məsafə düsturunu bilirsiniz miqyasa görə. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas. Burada həqiqi məsafəmiz yoxdur. Həqiqi məsafə bərabər olur. Sadəcə miqyasda çevirmə edirik. 5 0 silib kilometrə çeviririk. Yəni 6 kilometr olur miqyasımız. Həqiqi məsafə də bərabər olur. 5 cm vurulsun 6 kilometr. Bu deyir 30 kilometr. Doğru cavabımız D bəndi. 25-ci sualda doğru fikirləri seçin. Burada Bangladeş və İndoneziyanın ərazisi 8 saat quşağın orta meridian ilə kəsişir. Bu yanlış fikirdir. Götürə bilmərik. Doğruları istəyir. 2-də deyir, günəşin zenitdə olduğu bütün ərazilərdə il boyu düz radiasiyanın kəmiyyəti böyük olur. Bu da yanlış fikirdir. Çünki məsələn, ekvatorial iqlim qurşağında günəş zenitdə olur. Lakin il boyu səpələnən radiasiyanın kəmiyyəti böyükdür. Çünki buludluluq yüksəkdir. Düz radiasiya olması üçün səma açıq olmalıdır və buludsuz olmalıdır. Ona görə də 1 və 2 yanlış cavabdır. Üçüncüdə, yerin xəyali ox ətrafında hərəkəti sutqal temperatur amplitudunun yaranmasına təsir edir. Bəli, bu doğru fikirdir. Bunu götürə bilərik. Dördüncüdə deyir, gecə ilə gündüzün adi növbələşməsinin pozulduğu bütün coğrafi enliklərdə cisimlərin kölgəsinin uzunluğu heç vaxt cismin öz uzunluğuna bərabər olmur. Bilirsiniz ki, cismin kölgəsinin uzunluğunun onun öz uzunluğuna bərabər olması üçün günəşin həmin cismin üzərinə 45 dərəcə bucaqla düşməsi lazımdır. Gecə-gündüzün adi növbələşməsinin pozulduğu enliklər isə 66,5 dərəcəlik qütb dairələrindən başlayır. Burada isə məsələn şimal qütb dairəsini götürsək, 21,5 dərəcə şimal enliyində olanda günəş 66,5 dərəcəli şimal qütb dairəsinə 45 dərəcə bucaqla düşəcək. Və həmin vaxt həmin ərazidə cisimlərin kölgəsinin uzunluğu cismin öz uzunluğuna bərabər olacaq. Ona görə də 4-cü bənddə yanlış cavabdır bizim üçün. 5-də deyir, 22 iyunda Londonda gündüzün uzunluğu Ankaradan daha çoxdur. Bəli, çünki London Ankaradan daha şimaldadır. Biz də dedik ki, məntəqə nə qədər şimala yaxındırsa, orada yayda gündüzlərin, qışda isə gecələrin uzunluğu daha çox olacaq. 5 doğru cavabdır.
6. Yer kürəsinin xəyali ox ətrafında fırlanma sürətinin 1281 km/saat olduğu paralelin kəsdiyi düzənliyə günəş şüalarının günorta vaxtı minimum düşmə bucağı 35 dərəcədən çox ola bilməz. 1281 km/saatı bölsəniz 15-ə, yəni saatda 1281 km hərəkət etməlidirsə, 15-ə bölsəniz cavab alarsınız 85,4 km. Bilirsiniz ki, 85,4 km 1 dərəcəlik qövsünün uzunluğu 85,4 km olan paralel 40 dərəcəli paraleldir və 40 dərəcəli paraleldə məsələn Bakı şəhərini götürsək, bura günəşin minimum düşmə bucağı 26,5 dərəcədir. 6-da isə deyir ki, 35 dərəcədən çox ola bilməz. Bəli, minimum düşmə bucağı 26,5 dərəcədirsə, bu 35 dərəcədən böyük ədəd deyil. Ona görə də 6-nı da doğru cavab kimi götürürük. Düzgün cavabımız oldu B bəndi. 26 da kifayət qədər sadə bir sual idi. Hansı ərazi Afrika materikində yerləşir? Bu Kalahari səhrasıdır. Cari, Namibia və Botsvana ərazisində yerləşir. Həm də dünyanın ən çox qum toplanmış ərazisi hesab edilir. 27-də şəkildə hansı təbii ehtiyat təsvir edilmişdir? Burada baxsanız, bilirsiniz ki, dünyada ən çox alunit boksit, ümumiyyətlə boksit ehtiyatları Avstraliyada, York yarımadasındadır. Burada da bizim doğru cavabımız C bəndi boksit idi. Ölkələrə də baxsanız, Yamayka, Qvineya, Avstraliya ümumiyyətlə boksitə görə fərqlənən ölkələrdir. Braziliya, həmçinin Çin və Hindistanı da qeyd edə bilərik. Yəni, sadəcə elə Avstraliyada, York yarımadasında dünyada ən çox boksitin olduğunu yada salaraq sualı düzgün cavablandırmaq olardı. 28-də yanlış olanı seçin deyir. A bəndində Anadolu 39 dərəcə şimal eniyi və 75 dərəcə şərq uzunluğu olaraq koordinatları göstərilib. Bu yanlış fikirdir. Çünki Anadolu Türkiyə ərazisi və bizim qərbimizdə yerləşir. Azərbaycan isə 50 dərəcəli şərq uzunluğundadır. Anadolu bizdən qərbdədirsə 50 dərəcə şərq uzunluğunda ola bilməz. Ona görə yanlış olan cavabımız A bəndidir. 29-da 40 dərəcəli paralel üzərində 6-cı saat qurşağının şərq sərhəddi ilə 22-ci saat qurşağının qərb sərhəddi arasındakı məsafə 1 bölünsün 9 milyon miqyaslı xəritədə neçə santimetr olar deyir. Biz birinci saat qurşaqlarımızın meridianlarını çəkirik burada. Saat qurşaqlarımızı işarələyirik 6 və 22. Daha sonra onların qərb və şərqə ayırmaq üçün Greenwich meridianını işarə edirik. Bilirsiniz ki, hər hansısa bir saat qurşağının sərhədlərini tapmaq üçün birincisi onun orta meridianını tapmaq lazımdır. Orta meridianı tapmaq üçün isə istənilən saat qurşağını 15-ə vurmaq lazımdır şərq yarımkürəsində. Sadəcə, məsələn, 6-cı saat qurşağı şərq yarımkürəsində idi. 6-nı vurduq 15-ə, cavab aldıq 90 dərəcə şərq uzunluğu. Yəni, 6-cı saat qurşağının orta meridianı 90 dərəcəli şərq uzunluğudur. Burada sərhədləri tapdıqda isə bir dəfə 90 dərəcə şərq uzunluğunun üzərinə 7,5 gəlirik. Yazırıq 97,5 dərəcə şərq uzunluğu. Bir dəfə isə 90-dan 7,5-i çıxırıq. Və qərbdə yazırıq 82,5 dərəcə şərq uzunluğu. İndi isə 22-ci saat qurşağı üçün biz qərb yarımkürəsində yerləşən saat qurşaqlarını hesablayanda 22-ni birbaşa 15-ə vurub cavab 330 edir. Bizim 330 dərəcəli meridianımız yoxdur. 330-u tamamlayan meridianı tapmaq üçün isə 360 dərəcədən 330-u çıxmalıyıq. Böyük rəqəmlərlə işləməyi adətən sevmirik. Ona görə də 24 saatdan 22-ni çıxaraq yerdə qalan 2 ədədini 15-ə vurmaq daha məqsəd uyğundur mənə görə və beləliklə çıxma əməliyyatı yerinə yetirdiyimiz üçün yarımkürəni tərs yarımkürə, yəni qərb götürməliyik. Əgər düzgün formada, məsələn, necə ki 6-nı 15-ə vurdıq, 90 dərəcə şərq uzunluğu götürdük, burada çıxma əməli etməsəydik, şərq uzunluğu götürərdik. Məsələn, 2-ci saat qurşağı üçün hesablama aparanda 2-ni vurursunuz 15-ə, 30 dərəcə şərq uzunluğu yazırsınız. Amma burada 24-dən 22-ni çıxmışıqsa, demək ki, qərb yarımkürəsi üçün hesablama aparırıq və 30 dərəcə qərb uzunluğu götürməyə məcburiyyətindəyik. Burada yenə də sərhədləri təyin etmək üçün 30 dərəcənin üzərinə bir dəfə 37,5 dərəcə qərb uzunluğu yazırıq. Gəldikdən sonra bir dəfə isə 30-dan 7,5 dərəcəni çıxırıq, 22,5 dərəcə qərb uzunluğunu qeyd edirik. Bizdən sualın şərtində istəyirdi ki, 6-cı saat qurşağının şərq sərhəddi ilə 22-ci saat qurşağının şərq sərhəddi, qərb sərhəddi, üzr istəyirəm. Burada yəni ən solda olan ən qərb, ən sağda olan isə ən şərq olur. Burada isə toplayırıq 37,5 ilə 97,5 dərəcə şərq uzunluğunu. Cavabımız olur 135 dərəcə. Paralelimiz isə 40 dərəcəli paralel idi. Uzunluğunu bilirsiniz 1 dərəcəlik qövsünün uzunluğunu 40 dərəcəli paraleldə
85,4 kilometr edirdi. 135 dərəcənin neçə kilometr olduğunu tapmaq üçün isə 135-i vurursunuz 85,4 kilometrə. Buradan ümumi cavab tapırıq 11.529 kilometr. Daha sonra bu bizim həqiqi məsafəmiz olur da, həqiqi məsafə olaraq götürürük bunu. Daha sonra isə miqyasda çevirmə edirik. Yəni 5 sıfırı silirik, miqyası kilometrə çeviririk. Yəni 1 santimetrdə 90 kilometr olur miqyasımızın kəmiyyəti. Daha sonra isə yenə həqiqi məsafə düsturundan istifadə edirik. Həqiqi məsafə düsturundan da istifadə edəndə 11.529 kilometr bərabər olur. Xəttdəki məsafə vurulsun 90 santimetr. 90 kilometr olmalıdır, üzr istəyirəm, burada səhv qeyd edilib. Yəni, xəttdəki məsafəmiz cavab olaraq böldükdən sonra 128,1 santimetr olacaq. Doğru cavabımız A bəndidir burada. Texniki səhv edib 90 kilometr olmalıydı, santimetr olaraq qeyd olunub orada. Dəyişərəm onu. 30-cu sualda düzgün verilmiş sıraları müəyyən edin deyir. Doğrunun altından doğrunu götürməliyik, yanlışın isə altından yanlışı. Bir də ABŞ qoşulmama təşkilatına üzvdür. Bilirsiniz ki, heç bir hərbi bloka qoşulmamaq haqqındadır bu təşkilat. Ona görə də ABŞ NATO-ya məsələn üzvdür deyə qoşulmama təşkilatına üzv ola bilməz. Biri səhv götürürük. Doğru fikir deyil. İkincidə deyir, salyanın orta illik temperatur culfanın orta illik temperaturundan çoxdur. Bu doğru fikirdir. Çünki salyanda qış mülayim keçir. Yarımsəhra quru çöl olsa da hər ikisinin iqlimi. Culfanın qışı sərt soyuq, salyan isə qışı mülayim keçir. Qışın mülayim keçməsi orta illik temperaturun daha çox olmasına səbəb olur. 2 doğrudur. Üstdə Almaniya və İtaliyada friksiyon işsizlik mövcud deyil deyir. Bu fikir yanlışdır. Bilirsiniz ki, inkişaf etmiş ölkələrdə təbii işsizlik mövcuddur. Təbii işsizlik isə friksiyon və struktur işsizlikdir. Dövrü işsizlik iqtisadi böhranla əlaqəli olduğu üçün dövrü işsizlik adətən inkişaf etmiş ölkələrdə olmur. Yəni, 3-cü bənd yanlışdır. Doğrunun altında verib biz bunu səhv olaraq götürürük. Almaniya, İtaliya və digər inkişaf etmiş ölkələrdə friksiyon işsizlik mövcud olur. 4-cüdə Şərqi Avropa düzənliyində buzlaq relyef formaları yayılmışdır. Bu doğru fikirdir. Lakin yanlışın altında verdiyi üçün götürə bilmərik. Çünki yanlışın altından yanlışları götürməliyik. 5-cidə Zəngəzur silsiləsində paleozoy yaşlı suxurlar geniş yayılmışdır. Bilirsiniz ki, paleozoy yaşlı suxurlar Tovuzda Cəyəmçay əsrikçay hövzəsində, Naxçıvanda Dərələyə silsiləsində və Sədərək qalxmasında yayılıb. 5 yanlışdır. Yanlışın altında verdiyi üçün doğru cavab olaraq götürürük. 6-da Qonaq kənd fiziki coğrafi rayonu filiz yataqları ilə zəngindir deyir. Bu fikir də yanlışdır. Böyük Qafqaz ümumiyyətlə çökmə mənşəli suxurlardan təşkil olunduğuna görə burada filiz mənşəli faydalı qazıntılara rast gəlinmir adətən. Yalnız Zaqatala fiziki coğrafi rayonu ərazisində polimetal ehtiyatları, filiz çay, Katix çay, Mazım çayı və Kastaq yataqlarını istisna edirik burada. 6 da yanlış fikirdir və yanlışın altında verdiyi üçün doğru cavab kimi götürürük. Doğru cavabımız oldu 2, 5, 6. C bəndi. 31 də hansı təbii zona subekvatorial iqlim qurşağında yaranır deyir. Burada savanna və seyrək meşələr təbii zonasıdır. Bilirik ki, subekvatorial iqlim qurşağında